Hər kəsə salam. Artıq bugündən Mərkəzi Aran Regional Təhsil İdarəsi də sənəd qəbuluna start verir, yəni test mərhələsi başlayacaq. Həm kitabxana müdiri üçün, həm də ki, kompüter laborantı vəzifəsinə üçün işə qəbul üzrə müsabiqəyə start verilir. Yəni test mərhələsi başlayır. Baxın, burada qeyd olunubdur. Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə kitabxana müdiridir, kompüter laborantıdır. Vəzifələri üçün artıq müsabiqə elan edilir. Müsabiqə 3 mərhələdən ibarətdir. Birinci qeyd olacaqsınız, sənədlər yoxlanılacaq. Ondan sonra isə artıq test mərhələsi və vakant yerlərin seçimindən ibarət olacaq. Testdə müsabiqədə və vakant yerlərin seçimindən ibarət olacaq. 9 dekabrdan, yəni bu gündən başlayaraq ayın 12-si dekabra qədər siz bax burada göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat linkinə klik etdiyiniz zaman baxın belə bir anket açılacaq. Burada artıq siz adınızı, soyadınızı, ata adınızı yazacaqsınız. Hansı şəhərdə, hansı rayonda yaşayırsınız, onu qeyd eləyəcəksiniz. Faktiki yaşayış ünvanınız vəsiqədə də göstərilir. Hara qeyd olunubsa, qeydiyyat ünvanı göstərilir əslində vəsiqədə. Yəni siz hal-hazırda harda yaşayırsınızsa, ola bilər vəsiqədə qeydiyyat fərqli olsun, yaşadığınız tutaq ki, rayon fərqli olsun. Hal-hazırda harda yaşayırsınızsa, onu qeyd eləməlisiniz. Sonra təhsiliniz ümumidimi, ortadımı? Əgər 11-i bitirmisinizsə, onun ümumini qeyd eləyəcəksiniz. Əgər ali təhsiliniz varsa, ali bakalavrdsa, bakalavr, magistrsa, magistr, 11-i bitirmisinizsə, tam orta təhsil gedir. Bunu işarələyəcəksiniz. Əgər kolleci bitirmisinizsə isə orta ixtisas təhsilini işarələyəcəksiniz. İddialı olduğu vəzifə kitabxana müdiridirmi, yoxsa kompüter laborantı? Bunlardan biri seçirsiniz. Mütləq şəkildə, baxın, burada müdir vəzifəsi verilibdir ya, ancaq kitabxana sahəsində stajı olanlar bu belə deyim də test mərhələsinə qatılacaq. Əmək stajınızı qeyd edirsiniz. Şəxsiyyəti təsdiq edən sənədin surətini PDF formasına yüklüyorsunuz. Diplomunuzu PDF formasına yüklüyorsunuz. Diplomu olmayan şəxslər isə ümumi təhsil müəssisəsini bitirmək barədə sənədi yükləyə bilərlər, attestatı. Bir də əmək kitabçası da yüklüyorsunuz və burada nömrənizi yazırsınız. Ondan sonra göndər sözünü vurduqdan sonra artıq sizin sənədləriniz yoxlamaya gedəcək. Yoxlanandan sonra da baxın burada qeyd olunub, sizi SMS vasitəsilə və yaxud da ki zəng eləyərək imtahana dəvət eləyəcəklər. Burada kitabxana müdiri, kitabxanacı vəzifəsi hələ ki çıxartmayıblar Mərkəzi Aran Regional Təhsil İdarəsi, amma ola bilər ki kitabxana müdirləri bitəndən sonra ayrıca kitabxanacı vakansiyası da toplansın və onun üçün də bir imtahan təşkil eləsinlər. Amma hal-hazırda bu sənəd qəbulu yalnız işləyənlər üçündür. Söhbət kitabxana işindən söhbət gedir. Əgər orta ixtisas təhsilini bitirmisinizsə, 5 il stajınız olmalıdır ki, minimum kitabxana müdiri kimi test mərhələsinə qatıla biləsiniz. Ali təhsili bitirmisinizsə isə 3 il, ən azı 3 il stajınız olmalıdır. Bunların mən linklərini də qeyd eləyəcəm bura. Baxın, burada hətta vakansiyaları da göstəriblər. Yevlaxda baxın, kitabxana müdiri, Əcəmi kənd, Əhmədov adına Nemətabad kənd orta məktəbində kitabxana müdiri vakansiyası var. Zərdabdır, Göyçaydır, Ağdaşdır, sonra yenə Göyçaydır, Yevlax və buradan sonra artıq kompüter laborantı gəlir. Yəni 8-ə qədər olan bax bu şəhərlərdə kitabxana müdiri vakansiyası elan olunubdur. Belə, kimlər ki proqram barədə məlumat əldə etmək istəyir və yaxud da ki mövzular haqqında məlumat əldə etmək istəyir, mütləq şəkildə nömrə ilə əlaqə saxlasınlar. İstəyirlər hazırlıqlara qatıra bilərlər, istəyirlər isə bütün materialları əldə etmək